Uşaqlığım qaynar oldu, şirəsini sizdən aldım. Siz piyada, mən sağatlı, kulak suyu dağa basır. Siz piyada, mən sağatlı, kulak suyu dağa basır. Zirvələrin başı qarlı, meşələrin içi bağlı. Zirvələrin başı qarlı, meşələrin içi bağlı. Düzil qarlı, etibarlı, düzil qarlı, etibarlı. Bulak suyu da havası, bulak suyu da havası, bulak suyu da havası, bulak suyu da havası. Nəğməm sizdən havalandı, şiirim sizdən cilalandı. Nəğməm sizdən havalandı. Bu cahan mülkünə minlərcə gələn aşıqlar necə gör xakə dönüb torpaq olur. Lan Həsənlə neçə yaşından dostluq ediyorsun? Həsənlə. Neçə? Qəddədə oxuyandan elə bir yerdə oldu. Mən gəldim Həsən Güzəlin oxumağa. Rəhmətli Güzəlin. Hə, biliyorum, yadım. Gəldi Həsən Güzəlin. Kimlər gəldi, Çox da kimlər getdi bu dünyadan, bu dünyadan. Kimlər gəldi, kimlər getdi bu dünyadan, bu dünyadan. Arifan, nakan gitme bu dünyadan. Əmrim beş hatırlıqda bundan sınıfı. Bundan sınıfından rəhmətli Kərimov əylə öz yaxşı baxdırdım da təzə gəldim. Aha. Çünki mən işə qədər erməni oxuyurdum. Hərfi ilə Ü hərfini səs. Sonra nəzmi də vardı. Hə. Mesela bu 4 tarafı ne anket mıydı ne yok kapıldı ne var tadı gelmiştim da ya. Kermov yeşilin ikinci sınıfı. Üstten beni saldılar hastalığı. Birinde geçti. Birinde geçti. İnternete etkiden sordular diye. Ben de bir uşaklar. Ayıbızı vermesin. Rabıcı vermesin. Allah rəhmət eləsin. Rabbi. Vaqif dağa da bir yerdə gedirdin. O da Türk gedəndə kurbanlar gedirdi yaylağa. Siz də bir yerdə gedirdiniz. Və evdə uğraşmışlar. Orada nə tər şuluqlar edirsiniz? Düzü nə demək? Çox şuluq edirsiniz. Biraz danışın. Bu biraz danışıq olma, sən şuluqluqlar. Ağır adamlar. Allah var eləsin edəcəyinizi. Allah bax bu oğlan canını sağ eləsin, bizi gətirdi, çıxartdı bura. Siz kənddə olsaydıq elə belə olacaqdı. Amma indi bu vaxtdakı illər keçəndən sonra gəldik, elə bilirik qohum evinə gəldik. Sən paylaşmışam şərh yazıblar. Salman Musaoğlu, o yazıb ki, mən istəyirəm biləm, Vaqif o xoruzu tapdı yoxsa yox, o nə məsələdir? Koyun kaçmıştı, tutamıyordu. Nasıl tutamıyordun? Aydınıza kalmıştı. Orada bizim kent çaklarımızdı. Derman, Ağbaş Kurban, Uzun Kurban, ne bileyim, çok okuduk da. Taytışda. Nefis, rahmetli Kadir Sarası'nın. Bu eve gedəndə dedi, mənim gəlinim var, mən xoruz almışdım, gəlinə evə aparam. Aha. Da,
korudum hamı. Güdür öğretsin. Korudum. İçib oyanıb deyir, hə? Ha, sen yapmamışsın, sen gözümde değil. Aha. Hem bir kediler ben korudum. O da korudum. Da korudum. Ha böyle sonra çekte geldi. Evet şimdi sorsundu. O xoruz necə olmuşdu axı? Korudum abi. Necə olmuşdu? O xoruz necə olmuş? Korudum kaçmış. Yox, axı o fermadan deyəsən, toyuqçuluq fermasından gəlmişdi. O pulla alıp. Aha. Burada biz uçaklar yıkılmıştı. Bizden adam vardı. Onu sürdüler. Arada girdi. Bunda Damatın xoruzunu yiyipsiniz özünüz. Bunun xoruzudur. Ha? Bilmir bunun xoruzunu. Oyanıb bu da xoruz. O an ki korudum ama korudum. Tabii hamı ağzına tutmuştu. Nasıl? Zal Qarağaş kəndindəyik. Çox gözəl bir qarşılanma oldu. Çox gözəl. Allah var eləsin buradakı bizim cəmiyyətimiz. Vaqif qardaşımızın uşağındayıq. Maraqlı söhbətlər oldu. Sağ olun. Neresi bebe, bu dağları yamadı, sık meşesi bebe, sen havası bulağı, dal deresi bebe, bu dağları yamadı, sık meşesi bebe. Dost sözü əvəz olunmaz, dostları heç nə ayırmaz. Uşaqlıq illərinin, yaz nəfəsli gəncliyin, ürək dostları unudulmaz. Kəsilər halal düz çörək, böyülərdən bizə örnək. Bölüşürsən dərdini, həyatda sevincini, dost dosta hər gün də gərək. Dostluqdan gözəl şey yoxdur həyatda, dostluqdan bu həyatda biz zövq alırıq. Dostluq üzərində qurulur